Esselamu Aleyküm və Rəhmətullahi və Bərəkatuhu. Əziz və dəyərli müsəlmanlar, dəyərli bacı və qardaşlarım, dəyərli dinləyicilər, ilk öncə özümə, sonra sizin hər birinizə uca və böyük olan Rəbbimizdən haqq təqvası ilə nəsihət edirəm. Həqiqətən də Allah Subhanahu wa Taala mübarək kitabında buyurur ki, sizin ən hörmətliniz Allahın dərgahında Allahdan ən çox qorxanınızdır, yəni təqvalı olanınızdır. Uca və böyük olan Rəbbimizdən qorxmaq, Allah Subhanahu wa Taala'nın üzərimizdə əmrlərini yerinə yetirmək, nəyi ki bizlərə qada edibsə, nədən ki çəkinməyə əmr edibsə, o şeylərdən uzaq durmaqla sifəti qazanmaq olar. Yəni Allah qorxusunu, təqvalı olmağı qazanmaq olar. Quran inkarçıları, din düşmənləri barəsində olan 107-ci videomuzdur. Hər zaman olduğu kimi paylaşmağı və bölüşməyi yaddan çıxarmayın. Nə qədər çox insanlar bu videolardan xəbərdar olarsa, bir o qədər də bu dırnaqarası ilahətçiləri, bu yalançıları, bu şarlatanları, din və İslam adı altında insanları deizmə, ateizmə sürükləyənləri tanımır və onların hilələrinə, yalanlarına agah olmuş olarsınız. Söz verdiyimiz kimi, Türkiyədə olan üzü qırxılı, qalstuklu, efirlərə çıxardılaraq insanları, müsəlmanları 1400 ildir İslami dəyərləri dağıtmağa, yəni İslamı içərdən dağıtmağa çalışan, bu Yaşar Nuri çalışanlardan biri olan Yaşar Nuri Öztürk barəsində bir neçə video demişəm çəkəcəyim. Və özünüz də görəcəksiniz ki, bu bizdə olan bu dırnaqarası ilahətçi, bu dinsiz şünas necə məsələləri, dini məsələləri ondan kopyalayaraq danışır rahat şəkildə. Halbuki özü insanlara ittiham edir ki, bunlar oradan-buradan götürüb danışırlar. Özünüz də görəcəksiniz ki, necə bu insan öz müəllimləri olan, Türkiyədə olan müəllimləri olan Mehmet Okyan olsun, Mustafa İslamoğlu olsun və yaxud da bu Yaşar Nuri Öztürk olsun. Danışıqlarını 10 illər bundan öncə danışıqlarını götürərək, kopyalayıb hamısını danışır. Və dediyimiz kimi, dəyərli dinləyicilər, məqsəd İslamı içərdən dağıtmaq. Günləri hər biriniz də şahidsiniz ki, necə TikTokda və ya sosial şəbəkələrdə görürsən ki, insanlar ateizmə, deizmə, meyillilik çoxalıb. Əsasən də bu gənclərdə yağışdan sonra çıxan göbələklər kimi dinsizlər, imansızlar çıxır və müsəlmanları 1400 illik dəyərlərdən uzaqlaşdırmağa çalışır. Halbuki heç nəyə də nail olmayacaq və əbədiyyən, yəni çünki TikTokda çıxıb danışanlara baxırsan ki, o ağzından hələ süd isi qoxusu getməyib. Südün qoxusu hələ ağzından getməyib. Çıxıb başlı qoyub ki, Allah yoxdur. Bədbəxt oğlu, bədbəxt hələ özünün bir yaradılışına baxmır. Bir oturub güzgüdə baxmır ki, Allah Subhanahu məni nədən yaradı? Mən indi orada yaradım. Allah yox. Allah Subhanahu sənə buradan deyir. Sənə də vaxt gələcək inşallah. Yəni sənə başa salacaq. Allah var, yoxsa yoxdur. Görəcəksən onun həyatını inşallah. Təsəvvür edin ki, bunlar elə zənn edirlər ki, mən TikTokda nəsə açmışam səhifə. Bu azdıracam da müsəlmanların hamısında. İkinci 2-3 dənə cahil müsəlman çıxıb hansı ki, dini savadı biliyi yoxdur. Halbuki bəlkə araşdırsan, bəlkə də öz adamları da elə çıxardırlar, danışdırırlar. Elə zənn etsinlər ki, insanlar ki, bunlar dindarları yollarından azdırırlar. Yəni o insan bilmir ki, yəni ondan da savadlı, ondan da elmli, böyük, bilikli ateistlər, deistlər olub ki, insanlar olub ki, hansı ki, heç nəyə nail olmur. Heç nəyə. Tarixin zibilliyində yox olub gedəcəklər və sən də onlardan biri olacaqsan. %100 əmin ol. O qədər, elhamdülillah, İslam dini, yəni bu torpaqlarda kök atmır. İslam dini bütün dünyaya hakim olacaq. Allah Subhanahu əmridir. Bədbəxt, sən nə ilə gəlmişsən bu vaxtda? Allahın dini. Allah Subhanahu dini bütün bu dünyaya hakim olacaq. Bunu Allah Subhanahu Quranda deyir. Bunu Peyğəmbər sallallahu aleyhi ve sellem deyir. Bütün dünyaya hakim olan bir dənə din olacaq. O da İslam dini olacaq. Sən gəlmirsən ki, yox, Allah yoxdur, İslam dini boşdur. Yəni, təsəvvür edirsiniz. Hələ ona inanan da cahillər var. İnanan cahillər var. Halbuki Allah Subhanahu və Peyğəmbər sallallahu aleyhi ve sellem bizə xəbər verib ki, bütün dünya İslam olacaq. Və buna doğru da gedir. Vallahi ki, buna doğru da gedir, qardaşlarım. Avropa olsun, Amerika olsun. Baxın, görün, İslam necə yanır. Müsəlmanların sayı görün, necə artır. Allah Subhanahu bizləri qorusun, larımızı qorusun, ailələrimizi qorusun. Ən önəmli odur ki, Allahın dinini öyrənib. Allah Subhanahu dinini öyrəndikdə, yəni boşboğazların
nə məqsəd gütdüklərini biləcəksiniz. Məqsədləri birdir, o TikTokda çıxıb prim deyirlər, nə deyirlər, ondan yığmaqdır, 1-2 manat pul qazanmaqdır. Və bunların ortaya çıxmalarına, bu deistlərin, ateistlərin səbəblər var, qardaşlarım. Yəni, o əbəs yer o çıxmıyor ki ortaya. Onların o cürdə olmaları, yəni bizdə olan bu dırnaqarası ilahiyyətçilərin, bu dinsiz şünasların səbəbi ilədir. Peyğəmbər sallallahu əleyhi və səlləmin sünnəsini inkar etmək, hədislərinə dil uzatmaq, istehza etmək, ələ salmaq. Hamısı hardan gəldi? Bu cümlə dinsizlərdən, bu zındıqlardan gəldi. Bu zındıqlar da hardan götürdülər bu söhbətləri? Hamısı Türkiyədə olan bu cür insanlardan. Onlar danışıblar. Artıq Türkiyə bu etapları hamısını keçib. İndi bu günləri bizə gəlir. Və bizdə olan bu dinsizlər çıxıblar. Bu cür Allahın dininə istehza etmək, ələ salmaq məqsədi. Və sizdən başqa heç bir şey. Vallahi ki, qardaşlarım, vallahi ki, bu ilahiyyətçilərin, şərqşünasların texnikləri, oxuduqları və məsləhət gördükləri kitab və onların müəlliflərinə baxanda, görürsən ki, bunların məsləhət gördükləri o kitablar var, hansı ki, bu dinşünas da hər dəfə deyir ki, Muhammed Əsədin kitabını oxuyun, Quran tərcüməsini oxuyun. Gedib araşdırırsan, görürsən ki, hamısı Yahudidirlər. Muhammed Əsəd, əsl adı Leopold Weiss'dir. Hansı ki, əsli Yahudidir, Yahudi olan birisidir. Atası Yahudilərin, belə deyək də, hamamlarından biri olur. Təsəvvür edirsiniz. Və bunların keçdikləri, oxuduqları kitablar da və məsləhət gördükləri kitablar da onlar da. Məsələn, məqsəd də birdir, yenə də müsəlmanları nə etmək? Azdırmaq, müsəlmanların arasında çaxmışma salmaq, müsəlmanları bölmək, parçalamaq, məqsəd budur. Sadəcə, müsəlmanlar öz dinlərinə qayıtsalar, öz dinlərini oxusalar, öz dinlərini öyrənsələr, vallahi ki, bunların hamısının boş bir şey olduqlarını görəcəksən. Yəni, nə qədər də bunlar elmli görsənsələr də, bilikli görsənsələr də dəyərli dinləyicilər. Yəni, elm ayrıdır, iman ayrıdır. İman gətirmək bir şeyə ayrıdır. Elmin olması başqa bir şey. Ola bilər ki, insanın İslam dinindən böyük bir elmi olsun. Amma imanı olmasın insanın. Amma iman başqadır. Ola bilər ki, hansısa bir kəndin ucqarında yaşayan bir dənə qoca bir qadın olsun, amma Allaha elə imanı olsun ki, onun. Heç o elmli insanda o boyda iman olmasın. İman başqa şeydir, qardaşlar. Elm isə ayrı bir şey. Allaha qadar. Ona görə də bugünkü baxırsan ki, o namaz qılanlar var, hansı ki, oruç tutan. Onların namaz qılanların əksəriyyəti idmandır. Oruç tutmaları da pəhriz saxlama, arıqlamadır. Ümrələri, həcləri isə turizmdir, vəssalam, başqa bir şey deyildir. Ona görə də məqsəd, yəni bizim də işimiz, yəni bu cür dinsizləri, bu zındıqları, insanları aşkar etmək, tanıtmaq, sıxılan. Baxın dəyərli dinləyicilər, görün nə danışır. Bir məsələ çünki bizim dialoqumuz davam edir. Bir şeyi mən dəqiqləşdim. Bax, namazın neçə rükət qılınmasıdır, dərs namazın necə alınmasıdır, orucun necə tutulmasıdır, həc ibadətinin necə yerinə yetirilməsidir. Bunlar hardan... Dördünə də cavabını verim Quranın. Birincisi, namazla bağlı Nisa surəsinin 102-ci, 103-cü ayəsində baxdığımız zaman 2 rükət olduğunu görür. Bunlar etiqad edirlər ki, namazlar 4 rükət, 3 rükətli deyil, 2 rükət qılınar sadəcə. Məsələn, bunların etiqadı budur. Və sonra görün nə deyir, bir də müxbirin təəccüblənməsinə bir dənə fikir, reaksiyasına bir fikir verin. İcazə verin deyirəm. Sözlərini Qurandan istənilən sözü oxuya bilərsiniz, orada problem yoxdur, əlbəttə. Sözləri gəldikdə isə Qurandan deyir, istədiyiniz sözləri oxuya bilərsiniz. Müxbir təəccüblənir ki, yəni doğrudan belə bir şey var. Niyə görə təəccüb edir? Çünki hər halı namaz qılmayan olsa da belə, nənədən, babadan, dədədən eşidib ki, namazda ən azı Fatihə surəsi oxunmalı, İxlas surəsi oxunmalı, yəni bunları bilir. Xəbəri var bunlardan. Baxın sonra görün. Qurandan istənilən sözü oxuya bilərsiniz. Oruçla bax. Namaz kaç sureyle kılınır hocam? Namazın suresi falan yok. Kur'an-ı Eşitdiniz dəyərlidir. Namazın surəsi falan yox. Bu günləri məmləkətimizdə bax bu cürünə üzü qırxılı, qalstuklu dinsizlərin dəvəti gedir. Bunlara qulaq asan insanlar var. Bizdə olan bu dırnaqarası bu ilahiyyətçi bu cürünə insanların, şeytanların burada dəvətini aparır. Kopyalayır. Bizə deyir. Bizi ittiham edir ki, siz kopyalısınız, gəlib oradan buradan köçüb gəl. Halbuki elə ən böyük kopyalayan özüdür.
Kerim'den okuyabiliyorsan okursun. Bilmiyorsan tercümesini okursun. Neresinden okursan oku, ne kadar okursan oku. Sadece bir besmele ile de namaz kılarsın. Bunları saklarlar milletten. Bu dediğim söz İmam-ı Şafii'nin sözüdür mesela. İmam-ı Azam'a göre, Türkiye'nin egemen mezhebi, büyük İmam-ı Azam'a göre Kur'an'ın her dildeki tercümesiyle de namaz kılınır. Bunlar İmam Azam, İmam Şafi qəbul edən deyirlər, dəyərli dinləyicilər. Əgər bunlar İmam Azamı, İmam Şafini qəbul edəndilərsə, onların hədis kitablarını qəbul edərdilər. Sadəcə öz batilini təsdiqləmək üçün, yəni deyib axı ki, öz dilində namaz qılmalısan. Deyib axı, necə, hansını nə istəyirsən oxu ilə namazda. Yəni bunu nə iləsə doğrultmaq lazımdır da, təsdiqləmək lazımdır. Deyir ki, İmam Azamdır, İmam Şafi o məsələləri tam başqa şeylər üçün deyir. Yəni bunların dediyi ilə uyğun deyil. Onu sakladılar milletten. Dolayısıyla sen namazını Kur'an'dan bir şeyler okuyarak da kılabilirsin. İçinden gelen dualar yaparak da kılabilirsin. İmza İmam-ı Şafii. Şimdi bu ülkede Peygamberimizin sünneti diye yerin altını üstüne getiren bir yığın insan var. Şimdi soruyorum onlara ben. Siz Hazreti Peygamber'in değil İmam-ı Şafii'nin dediğini bizzat kendisinin yaptırdığını, uygulattığını biliyor musunuz? Arap oğlu Arap sahabisi geliyor. Diyor ki ben namaz kılacağım, kılıyorum ama Kur'an'dan bir şey okuyamam. Diyor ki kardeş Fatiha'yı da mı okuyamazsın? Onu da okuyamam diyor. Düzgün Bu məsələyə gəldikdə isə, yəni namazda təkcə Fatihəni oxumaq və yaxud da Fatihəni oxuya bilmirsənsə, bacarmırsansa başqa bir şeylər oxu. Bu isə Peyğəmbər sallallahu əleyhi və səlləmin rüxsət verməsidir. Necə ki dinimizdə rüxsətlər var. Əgər sən səfərdəsənsə, namazları qısalda bilərsən. Xəstəsənsə, oturaraq, uzanaraq namaz qıla bilər. Bu rüxsətlərdir. Eynilə Peyğəmbər sallallahu əleyhi və səlləmin yanına gələn o insana da Allah Rəsulü yaddaşının zəifliyindən, əzbərləyə bilmədiyinə görə Peyğəmbər sallallahu əleyhi və səlləm ona dedi ki, bir dənə Fatihəni oxu. Əgər zəifsənsə, hifsin, yadında saxlaya bilmirsənsə, Fatihə surəsi ilə kifayətlən. Və Peyğəmbər sallallahu əleyhi və səlləm belə bir insana bunu tövsiyə edib. Daha hamıya deməyib ki, gedin belə eləyin. Ya belə bir şey yoxdur. Ona görə sadəcə bunlar İmam Şafiidən, İmam Azamdan bu cür şeylərdə öz batillərini müdafiə etmək üçün edirlər. İstifadə edirlər. Həmçinin bizdəki olan bu zındıq da bəzən görürsən ki, İmam Şafini və yaxud digər imamların adlarını qeyd edir. İnsan reinkarnasiyaya iman gətirən birisidir. Təsəvvür edin, Krishnayətlərə, Buddizmə, Hinduizmə aid olan bir etiqadı özünə etiqad kimi seçib ki, İslam dinində reinkarnasiya var. Yəni reinkarnasiya bilsin nədir? İnsan dünyasını dəyişəndən sonra ruhunun itə pişiyə, sıçana getməsidir, yəni bitkilərə getməsidir. İndi bu dünyasını dəyişir, indi bilmirəm onun ruhu hardadır. İtdədir, pişikdədir, sıçandadır. Yəni təsəvvür edin. İslam dininin rədd etdiyi bir şeyi bu özünə etiqad seçir. Belə müsəlmanlar, dəyərli dinləyicilər. Bu günləri məmləkətimizdə bu cür bizdəki olan bu dırnaqarası ilahəçilər bu cür zındıqların təbliğatını aparırlar. Dinləyin sonra görün nə deyir dəyərli dinləyicilər. Deyim ki, bəli. Allah bizə məcbur eləmir. Ona görə Quran-ı Kərimdə Bəqərə surəsindən baxdığımız zaman orada nə var? Deyir ki, lə ikrəhə fid-din. Yəni dində heç bir şəkildə məcburiyyət yoxdur. Dində nə? İnsan o qədər bisavaddır ki, dəyərli dinləyicilər. Yalan danışmağı o qədər adət edib ki, qırmızı, efirə çıxaraq, video çəkərək, Allahın ayətini öz nəfsinə uyğun yozaraq, deyir ki, dində məcburiyyət yox. Heç bir halda sən heç kimi məcbur edilməzsən, namaz qılsın, oruç tutsun. Bu ayətin, dəyərli dinləyicilər, tətbiq olunma qaydası var. Elə o demək deyil ki, sən ayəti götürdün, Allah Subhanahu taala deyir ki, dində məcburiyyət yoxdur, vəssalam, heç bir şey eləməməlisən. Allah Subhanahu taala Maun surəsində buyurur ki, vay olsun namaz qılanların halına. Sən bu ayəti götürsün, onu belə çıxır ki, vay olsun namaz qılanların halına. Deməli, namaz qılmaq olmaz, qılsan vay olacaq sənin halına. Amma ayətin ardı var, ayətin izahı var, açıqlaması var. Dində məcburiyyət yoxdur, o deməkdir ki, dəyərli dinləyicilər, mən yad bir insanı, hansısa bir içki içən, zina edən, gedib tutub onun qolundan döyə-döyə içkidən ayıra bilmərəm onu. Və yaxud da kiminsə qolundan tutub zorla gətirib namaz qıldıra bilmərəm. Amma mən öz ailəmdə, dəyərli dinləyicilər, öz ailəmdə, öz övladlarıma qarşı bunu edə bilərəm. Mənim övladım içki içirsə, mən gedib onun qolundan tutub çəkə bilərəm bu tərəfə. Lazım gəlsə vurara bilərəm. Çünki mənim övladımdır. Mənim ona ixtiyarım çatır. Amma mən yad adama, yad insana, kənar şəxslərə bunu edə bilmərəm. Allah Subhanahu taalanın ayətinin tətbiq olunma qaydası var, yer var. Bu bisavadlar bu şeylərdən xəbərsiz olduqları üçün, yəni çünki dini bilikləri, dini savadı yoxdur axı. İlahiyyatı oxuyub qutarıb, elə bilir ki, bunun dini savadı var. İlahiyyatda da nə keçilir? Qardaşlarım, Avropada təhsil almış və yaxud da Avropada tərcümə olunmuş
İslama aid olan tarixi kitablar. Gedirsən onların müəlliflərini də araşdırırsan, hansı ki o Avropada yazılan o İslama aid olan kitabı. Əksəriyyəti ya deistdir, ya da ateistdir, ya da ki Yahudi olmasıdır. Onların İslam haqqında yazdıkları kitabları bunlara keçiblər. Ona görə də bunların təhsili bundan qırağa çıxmır, qardaşlar. Ona görə də bu insan deyir ki, yəni dində məcburiyyət yoxdur. Görün sonra nə deyir? Var və seçim var. Yəni bu günlərin seçim nədən ibarətdir? Məsələn, Quran-Kərimə baxdığımız zaman namaz qılmayanın cəzalandırılması yoxdur. Təəssüflər olsun ki, məzhəblər, fiqhi məzhəblər, ondan sonra hədislər deyilən, Peyğəmbərin adından istinad edilən rəvayətlərlə belə bir hökmlər çıxarıbdılar və günümüzdə də təəssüflər olsun ki, bu məsələlər hələ də müzakirə olunur ki, namaz qılmayanın hökmü nədir? Onu təkfir eləyə bilərsən, yoxsa eləmərsən, kafirdir, yoxsa deyil kimi məsələləri müzakirə edirlər. Yalansa Allah Subhanahu taala sənin dilini qurusun. Namaz İslamın ərkanlarından biridir, dəyərli dinləyicilər. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İslam dini 5 dayaq üzərində bina edilmişdir. Birincisi şəhadətdir. Hər bir insanın müsəlman olması üçün gətirəcəyi, söyləyəcəyi şəhadət kəlməsidir. La ilahe illallah Muhammed Rasulullah. İkinci dayaq isə namazdır. Gündəlik 5 dəfə qılınan namaz. Ona görə də Allah Subhanahu taala Qurani-Kərimdə cəhənnəm əhlindən soruşulanda ki, sizi ora salan nə idi? Yəni nə səbəb oldu ki, cəhənnəmə düşdünüz? Onlar deyəcəklər ki, biz namaz qılanlardan deyildik. Bu ayət dəlildir ki, namaz qılmamaq böyük bir günahlardandır və insanın cəhənnəmə düşməsinə səbəbdir. Allahın əzabına, qəzəbinə gəlməsinə insanın səbəbdir. Fikirləşin. Allah namaz qılmağımızı buyurur. Namaz qılmadığımız zamanda bunu cəzalandıracaq deyə bir hökm yoxdur. Allahu Ekber. İnsan qırmızı kameranın qarşısında oturub insanları aldadır ki, buna görə cəza yoxdur və Allahın adından danışır. Təsəvvür, Allahın adından qərar verir. İndi bunun bu bisavadın gətirdiyi misala baxın bir dənə, dəyərli dinləyicilər. Çünki insanın savadı yoxdur deyənə, nə qədər diplomları olsa da, yəni bisavaddır ki, bisavaddır. Gətirəcəyi misala bir dənə fikir verin. Yəni görün Allahın kitabını nə ilə müqayisə edir. Bir özümüz fikirləşək. Məsələn, deyək ki, hər hansısa bir televizor aldığımız zaman, və yaxud da kompüter aldığımız zaman, yaxud kamera əldə elədiyimiz zaman, bunun özünün müəyyən şərtləri var. Yəni, zəmanət talonu dediyimiz anlayış var. Buna uyğun elədiyimiz zaman nəzərdə tutulan həmin o zəmanət etibarlı olur. Uyğun hərəkət eləmədiyimiz zaman bu üzərindən keçilmiş olur. Təsəvvür edirsiniz? Yəni Allah Subhanahu taalanın ayətləri hansısa bir zəmanət kitabçası ilə müqayisə edir. Misal gətirir. Yəni görün nə qədər bu bisavad insandır. Ya o gətirdiyi misalda da belə səhvdir ya. Yəni deyir qaranti kitabı nədir? Qaranti kitabı odur ki, sənə hansısa bir televizora və yaxud da hansısa bir kamera qaranti verilir də. Əgər bu qarantiyadan istifadə edsənsə heç, istifadə etmirsənsə heç bir şey olmur. O qaranti niyə görə verilib sənə? Ki o qaranti kitabçasından istifadə etmədikdə, o qaranti yananda vaxtı keçində sənin o kitabçanın, o televizorun qəbul edilmir. Elə də qalır, məcbur olub gəlib özün düzəltdirirsən. Amma Allah Subhanahu taalanın dini belə deyil, dəyərli dinləyicilər. Allah Subhanahu taala Allahın əmrlərini yerinə yetirməyəni Allah Subhanahu taala cəzalandıracaq. Allah Subhanahu taala Qurani-Kərimdə cəhənnəmi vəd edib onlara. Allah Subhanahu taala cəhənnəmdə hansı əzablar olacaq, onları da danışır Qurana. Yəni bunları niyə görə Allah Subhanahu taala deyir? Hansısa bir əməlin qarşılığında olacaq, günahın qarşılığında olacaq o cəza. Məsələn deyək ki, Allah bizi yaradıb. Yaradan yaradılandan daha yaxşı bilir. Ona görə də bizdən məsələn namaz qılmağımızı istəyir. Misal, namaz qıldığımız zaman Allahın Allahlığı mı artacaq? Və yaxud da deyək ki, kimsə namaz qılmadığı zaman haşa Allahın Allahlığı mı azalacaq? Allah zəifmi Allah olacaq? Bədbəxt insan da, misalına var. Biz namaz Allahın bir Allahlığı azalacaq, yoxsa Allahın Allahlığı artacaq. Yaxşı, onda Allah Subhanahu taala niyə əmr edir ki, mən cinləri və insanları yalnız mənə ibadət etmək üçün yaratdım? İnsanın yaradılışının məqsədi nədir? Cinlərin yaradılışının məqsədi nədir? Yəni sən boşu-boşuna gəlmisən. Allah Subhanahu taala deyir ki, siz elə zənn edirsiniz bu dünyaya boşu-boşuna gəlmisiniz. Yəni məqsəd nə idi bu dünyaya gəlmək insanın? Allah Subhanahu taala ibadət etməkdir. Allahın əmrlərini yerinə yetirməkdir. Allahu Ekber. İndi baxın görün müəllimi nə deyir. Təbii ki. Temel ibadetlerden biri olan namazı kılmayanları Kur'an
ne lanetler ne de tehdit eder. Eşitdiniz də? Yəni kopyalayır da bizə deyir. Bizə ittiham eləyir ki, biz kopyalayırıq. Ayet yok Kur'an'da. Cezası yok. Allah'la kulun arasında teşvik ediyor ama kılmayana şöyle bir ceza vereceğim, böyle bir şey yok. Amma ve lakin o namazı çıkarlarını alet ederek kılan, Kur'an'ın verdiği tabirle riya aracı, gösteriş, şov aracı, insanları aldatma aracı yapanları lanetliyor. Mekke dönemi boyunca 13 yıl 2 rekat kılındı. Eğer öğle namazının, ikindinin, yatsının farzı 4 rekat olsaydı Mekke döneminde de 4 rekat kılınır. Bir defa bu bilgiyi düzeltelim. Süleyman Hoca bunu yapmış, düzeltmiş. O sonraki 2 rekat ne? İşte o peygamberimizin müekket sünneti dediğimiz odur. Namazların 5 vakitte kılınması da müekket sünnetle tayin ediyor. Kur'an'ın böyle bir emri yok. Eşitdiniz də? Namazlar 2 rükət, 5 vaxt namaz da yoxdur. Yəni Quranda deyir belə bir şey yoxdur. Kur'an adlarıyla 3 tane namazdan 3 dənə namazdan bəhs edir. 1. İnşallah dəyərli dinləyicilər dinləyin. Çalışacağıq ki, bu videolar orada göstərmişəm. İstəyənlər girib YouTube-da qulaq asa bilərlər. Yəni bu insan deizmi, ateizmi müdafiə edən, deizmin, ateizmin tərəfini saxlayan kimsələrdən biridir. Həmçinin bizdəki də bu dırnaqarası bu ilahiyyatçıda eyni qaydada ateistlərin, deistlərin tərəfini saxlayan. Ona görə də mən videolarımda belə başlıq yazıram ki, ateist və deistlərin dostu, qardaşı. Bunlar həqiqətən də ateist və deistlərin qardaşlarıdır. Çünki məqsədləri də odur. Ateizmin, deizmin yayılması müsəlmanlar arasında, insanlar arasında. Dinləyin, inşallah bundan sonraki videolar daha maraqlı olacaq. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu.